Və artıq dostlar, səbirsizlə mən də ilk paneli gözləyirəm. Bu paneldə sizi 3 maraqlı çıxış gözləyəcək. Panelin sonunda isə ənənəvi olaraq siz spikerlərimizə mövzularla bağlı, onların çıxışlarına bağlı suallarınızı bildirə biləcəksiniz. Bunun üçün isə 40 dəqiqə vaxt ayrılıb. Və ilk panelimizin keçid alağı artıq odur ki, mən moderatorumuzu səhnəyə dəvət etmək istəyirəm. Sarvan Aslanovu səhnəyə dəvət edək. Bu arada, dostlar, Sarvan bəy çox özəl hazırlaşıb bu panelə. Onun belə də pencək detalından da görəcəksiniz. Odur ki, uğurlar arzu edirəm sizə. Təşəkkür edirəm Fərdə xanım. Estafeti mənə ötürdüyünüzə görə. Deməli, 2024-cü ilin oktyabr ayında Azad müəllimlə danışdıq, qərarlaşdıq ki, bu ilki SAT forumunda moderatorlardan biri mən olacağam və həmin gündən cızmaqara edirəm, hazırlaşırıq ciddi şəkildə çıxışımıza. Adətən belə başlayanda çıxışıma özümü bilirsiniz kimi oxşadıram. Bu Kurtlar Vadisində Poladın atası var idi, Ömər baba. Kimin nə problemi olurdu, gedirdi ki, Memati ölüb, filan kəsin başını kəsiblər. Deyirdi ki, bir gün ormanda zürafə ilə filan kəs. Mən də elə mövzuya belə hekayə ilə başlamağımın səbəbi odur ki, bir çoxlarınızın beynində yarana bilər ki, bu niyə Sarvan müəllim niyə salamsız, kəlamsız çıxdı səhnəyə? Elə sizi salamlamaq üçün maraqlı bir şey danışmaq istəyirəm. Və həmin o çıxışıma hazırlaşan zaman işimiz gərəyi bir çox tədbirlərdə oluruq, bir çox forumlarda oluruq və maraqlı bir xitab forması var idi, müraciət forması. Eşitmişdim onu, düşünürdüm ki, görəsən mən nə vaxtsa səhnədən auditoriyaya bu cür müraciət edə bilərəm. İndi o müraciəti sizə etmək istəyirəm. Bunun üçün sizdən kiçik bir ricam olacaq. Birinci ricam odur ki, aramızda işi ilə, biznesi ilə, şəxsi həyatında, ümumiyyətlə birbaşa və ya dolayısıyla satışla heç bir əlaqəsi olmayan kimsə varmı? Zəhmət olmasa əlini qaldırsın ki, mənim satışla heç bir əlaqəm yoxdur. Öpürəm, Orxan səni. Təşəkkür. İkinci sualın cavabı zaten bəllidir. Yəni də verim ki, satışla birbaşa və ya dolayısıyla əlaqəsi olan zəhmət olmasa əllərinizi qaldırın, baxım sizə. Möhtəşəmsiniz. Ona görə də məncə bir müraciəti edə bilərəm. Salam dəyərli həmkarlar, salam dəyərli kollegalar, salam dəyərli məsləkdaşlar. Bu söz o qədər maraqlıdır ki, mənim üçün. Çünki mühasiblərin tədbirinə gəlsən, mühasiblər özlərini belə təqdim edirlər. HR-lara gəlsən, HR-lar, siz də bizim həmkarlarımızsınız, siz də bizim kollegalarımızsınız. Bəs bizim başqalarından fərqimiz nədir? Mən uzun danışıb satış şöbəsi, şirkətin 4 əsas ana sütunu falan bunlara girmək istəmirəm. Zaten bilirik ki, satış şöbəsi bütün şirkətin ən əsas məsələsidir. Siz də varsınız, əlasınız, amma biz daha yaxşıyıq. Mən satış adamlarına bir dənə diqqəti çəkmək istəyirəm ki, satış adamları adətən xüsusi temperamentli, ambisiyalı, ekstravert, pozitiv, gülərüz insanlar, daha çox belə ünsiyyətçil insanlar olur ki, onlar həmişə fərqlənirlər. Bu gün də auditoriyada sizin bu həmin o enerjinizi biz alırıq, sizi hamınızı bir yerə toplamaqdan, sizin qarşınıza çıxış etməkdən böyük şərəf duyuruq. Burada alqış olmalıydı. Olsa, tamam, okeydir. Sizin önəminizdən danışdıq. SAT forumunda önəmindən danışmaq istəyirəm. Bizim klikerimiz buradadır. Bütün SAT forumun keçirdiyi forumlar mükəmməldir. Faydalıdır, intellektualdır və s. Amma mənim fikrimcə SAT forumun xüsusi bir özəlliyi var. Məsələn, əsas özəlliyi ondadır ki, SAT forum, SAT qrup. Elə adları asosiasiya təşkil edir. Çox aydın görsənir ki, SAT forum, SAT qrupun məhsuludur. Bundan başqa, SAT forum, SAT qrupun təşkil etdiyi 2017-ci ildə ilk forum olub və sadəcə ən çox keçirilən forumumuzdur. Maraqlıdır, intellektualdır və s. Ona görə də SAT forumda olmağınızın xüsusi bir önəmi var. Bunu da göstərməsidir. Bu bizim hər ilimizin keçirilən loqolarımızdır, bizim SAT qrup forumun keçirildiyi. Və maraqlı bir şey nəzərdən çatdırmaq istəyirəm. Burada hamımız satış əməkdaşı olsaq da, satışla işimiz olsa da, fərqli sektorlardanıq. Hərəmiz ayrı-ayrı məsələlərlə toxunuruq. Amma ən maraqlı tərəf odur ki, biz hamımız eyni dildə danışırıq. Biz indi işimiz gərəyi təlimlər keçirik, şirkətlərlə görüşürük. İnanın ki, böyük holdinglərin törəmə şirkətləri, milyonlar dövriyyəsi olan şirkətlərlə danışırıq, görüşürük, müzakirələr edirik. Eləcə də kiçik və orta biznes, hansısa yol kənarı bir mağazanın sahibi ilə də görüşürük, danışırıq. O bağlı qapı arxasında müzakirələr eynidir.
O böyük göydələnlərdəki, böyük şüşəli ofislərdəki söhbətlərdə balaca mağazadakı söhbətdə hamısı eyni şeyi danışır. Necə müştərini məmnun edə bilərik? Necə daha çox sata bilərik? Necə bazardan daha çox pay əldə edə bilərik? Ona görə də bizim fərqli sektorlardan olmağımız, məhsul və ya xidmət satmağımız o qədər də önəmli deyil. Əsas məsələ eyni dalğada olmağımızdır. Eyni baxış bucağında olmağımızdır. Bu da bizi birləşdirən əsas məqamlardan biridir. Mən indi çox söhbəti uzatmadan spikerlərimizi dəvət etmək istəyirəm səhnəyə. Elə mövzuya oradan girməsəm ki, spikerlərimiz də fərqli sektorlardandır. Ayrı-ayrı tərəflərdəndir, amma danışdığımız dil eynidir. Bayaq dedim, hazırlaşırdıq oktyabr ayından. İnanın ki, bütün spikerlərimizlə o qədər ciddi şəkildə fərdi, kollektiv, qrup, WhatsApp qrupu üzərindən, Zoom görüşlərlə, nahar fasilələrində hər dəfə görüşüb çıxışlarımızı mükəmməl eləmişik ki, sizə faydalı olsun. Birinci spikerimizi dəvət edəcəm səhnəyə. Birinci spikerimiz öz karizması ilə, səs tonu ilə, danışığı ilə zaten məsələnin 80%-ni çözən bir insandır. Mənim ona xüsusi bir simpatiyam var və işinin peşəkarıdır. Amma bundan başqa satdığı məhsulun çox maraqlı bir özəlliyi var. Adətən dedim, satış pozitivdir, satış belədir. Adam demək olar ki, satış sistemində ən çətin şeylərdən birini satır. Sığorta satırlar. Niyə görə çətindir sığortanı satmaq? Bir, pulu alırsan, amma onun qarşılığında vermək istədiyin ki şey var, onu müştəri istəmir. Elə bir sanki negativ satırsan. Deyirsən ki, 50 manat ver, maşınımı sığortalayım, əgər əzsən düzəldərəm. Deyir ki, Allah eləməsin, əzilməsin. Deyirsən ki, o ki, pul ki. Pulu ver, evimi sığortalayım, damsa, yansa, fəlakət olsa, biz təmir eləyək. Deyir ki, Allah eləməsin, olmasın. Fikir versin nə qədər çətindir. Pulda alırsan, amma qarşılığında heç nə verməmək üçün müştəri sənə müqavimət göstərir. Ona görə də sığorta çox çətin məhsuldur. Bu işin öhdəsindən gələn Azərbaycanın ilk sığorta şirkətlərindən, ən böyük sığorta şirkətlərindən biri olan Atəşkəs Sığortanın idarə heyətinin üzvü və ümumi korporativ satışın rəhbəri Xəqani Baxşəliyevi səhnəyə dəvət edirəm. Alqışlarınızla. Bəli, həmin xarizmatik adam budur. Zaten səhnəyə çıxan kimi görəcəksiniz ki, adam çox ciddi hazırlaşmışıq. Mənə hələ belə təqdim edən olmamış, salam. O mənəm. İkinci spikerimizi dəvət etmək istəyirəm. Burada da unikal bir məqam var. Məqam nədən ibarətdir? Satış prosesində nominal var da, pul nominalı. Pul veririk, qarşılığında xidmət alırıq, məhsul alırıq. Amma bir dənə sektor var ki, onlar pulun özünü satırlar. Pulun özünü satmaq da özü bir bacarıqdır və onlar bizim həm pis günümüzdə, həm yaxşı günümüzdə, həm çətin vaxtımızda, həm asan vaxtımızda bizim yanımızda olur. Biznesimizi böyütmək istəyirik, olan yana gedirik. Qızımızı köçürtmək istəyirik, olan yana gedirik. Borca düşürük, olan yana gedirik. Bu bank sektorudur. Bank sektoru ona görə ciddi bir fərqliliyi var. Bu adam da xüsusi olaraq, bu da Xəqani müəllimdən geri qalan bir xarizması yoxdur. Kifayət qədər boyu, buxunu, görünüşü. Amma ən vacib məsələmi onun səmimiliyidir. Vəzifəsinə, stajına asılı olmayaraq çox səmimi, dostcanlı Azərbaycan Beynəlxalq Bankının korporativ şöbə satış üzrə rəhbəri Orxan Cəlalovu dəvət etmək istəyirəm. Buyurun Orxan müəllim. Orxan müəllimi qeyd eləmişdim burada. Təşəkkür edirəm. Dəvətimi qəbul edib gəldiniz. Təşəkkürlər. Çox sağ olun. Və üçüncü spikerimiz bugün həyatımızın ayrılmaz bir hissəsi mobil telefonlardır. Telefonsuz özümüzü təsəvvür edə bilmərik. Bu telefonlar vasitəsilə, telefon özü isə bizi birləşdirmir, operatorlar birləşdirir. Azərbaycanda da bilinən, tanınan 3 böyük operator var. Amma onlardan bir dənəsi var ki, o operatora qoşulmaq xüsusi bir belə cool effekti yaradır. Yəni, bəhkədənlərin qoşulduğu bir platformadır, abonentdir. Bu Azərsel şirkətidir. Azərsel şirkəti Azərbaycanda kifayət qədər ağırlığı ilə, sambalı ilə seçilən şirkətdir və növbəti bizim deməli spikerimiz
danışmaqda peşəkar olan, biz hər dəfə danışırıq, bizim cəmi 15 dəqiqə vaxtımız var. Ən çox problemi Rüfət müəllimlə yaşamışdıq. Dedi ki, ürəyim o qədər doludur. Heç paxıl insan deyildi. Yəni bütün bildiyini bölüşmək istəyir sizinlə. Çox böyük çətinliklə çıxışımızı 15 dəqiqəyə salmışıq. Əminik ki, çox faydalı çıxışlar əldə edəcəksiniz həmin müəllimin çıxışından. Deməli, iri, orta və kiçik miqyaslı bizneslərə satış şöbəsinin rəhbəri Rüfət Şirinovu dəvət etmək istəyirəm. Müəllimin işi həm satışı idarə etməkdir, həm də danışmaqdır. Bütün gün tədbirlərdədir. Təşəkkür edirəm. Bəli, bu minvalla bütün panellərimiz bu cür olacaq. Növbəti panellərimizin spikerləri də eyni dərəcədə maraqlı, faydalı fikirlər bölüşəcək sizinlə. Ona görə də sizləri çox intizarda saxlamayıb, çıxışlarımıza başlamaq istəyirik. Sözü verəcəyik Xəqanə müəllimə. O artıq öz çıxışı ilə sizi salamlayacaq və öz bütün bildiklərini verəcək. Və sonda bir şey də qeyd edeyim. Sual-cavab mərhələsi olacaq. Spikerlərimizə sonda 3 spikerin çıxışından sonra suallar verəcəksiniz. Sual verməyin əsas mahiyyəti bəlkə nəyisə qaranlıq qalıbsa onu aşkarlamağınız olacaq. Amma əsas mahiyyət ondan başqa mənə bir dənə kağız vermişlər, hədiyyə olacaq. Təsəvvür edin, sual verdiririk sizə, sonra deyirik ki, sual verdiyin üçün sənə hədiyyə veririk. Ona görə də çox maraqlı hədiyyələrimiz olacaq. İndi o kağızı tapıb hədiyyələri sizə göstərəcəm. Ona görə sual vermə hissəsində də maksimum aktiv iştirak etməyinizi rica eləyəcəyik sizlərdən.